Salam, hər birinizi xoş gördük. Güvən nəşrlərinin 14 dekabr tarixində keçirilmiş olduğu sınaq imtahanından 7-ci sınavın ingilis dili suallarına baxaq 9-cu siniflər üzrə. Sual 5-dən başlayaq hələ ki, listeningin cavablarını birazdan şərhə qeyd edəcəm. 5-ci sualda bizdən cəmləri soruşur, yəni pluralı soruşur. News təkdədir, xəbər deməkdir, salmayandır, advice təkdədir, cavab 1-3, C variantı. 6-cı sualda universitet adlarının qarşısında artikel olmurdu, boşluq olurdu. Buna görə B, Y, C olmur və ölkə adlarının da qarşısında artikel olmur. Ona görə 6-da D variantı. 7-ci suala baxaq. 7-ci sualda idea təkdədir, sayıla biləndir. Ona görə cəmdə olan this olmur, those olmur. İndi cümlənin mənasına baxırıq. Deməli, bir saniyə. Əgər sən düşünürsən ki, bu ideya yaxşı işləyəcək, sən sadəcə özünə yalan deyirsən. You olduğu üçün yourself olar qarşı tərəfdə, cavab B. Misal üçün, burada our olsaydı, ourselves olardı. They olsaydı, themselves olardı. You'ya görə yourself olur, yəni B variantı. 8-ci sualda baxaq. Homework sayıla bilməyən isimdir. A few sayıla bilir, few sayılır, many sayılır. Y-də isə only a little doğru olardı, only little yanlışdır. Cavab A variantı. 9-cu suala baxaq. Stulda oturmaq 10 olur. Bunlar gedir. Və telefonla danışmaq talk 10 fondur, in deyil. Ona görə 9-da A variantı. 10-cu sualda bizdən irregular, yəni qaydasız soruşur. A-da open qaydalıdır. C-də walk qaydalıdır, walked olur. D-də stay qaydalıdır. Y-də call qaydalıdır. Go, went, come, came, take, took. Cavab B. 10-cu sualda düzgün zaman formasını soruşur. Bilirik ki, elmi həqiqətlər indiki sadə zaman formasıdır. Misal, su 100 dərəcədə qaynayır. He, iqtidə feil S qəbul edir, ona görə boils olmalıdır. 12-ci sualda next lesson gələcək sadə zaman göstəricisidir, zaman zərfidir. Ona görə will feil 3 olur. Daha doğrusu will feil 1, yəni will teach. D variantı. 13-cü sualda last weekend keçmiş sadə zamandır, ötən həftə sonu deməkdir. Did axtaracaq burada, o birlər indiki və gələcəkdir. Didn't have, indiki, daha doğrusu keçmiş sadə zaman, yəni A variantı. 14-cü sualda cümlənin mənasına baxırıq. Yağış yağmağa başladı, amma onlar gəzməyə davam etdi deyirsən. Continue davam etməkdir. Mənasına görə C düz gəlir. 15-ci suala baxaq. 15-də solve həll etməkdir. Yəni to find an answer to problem. Problemə bir cavab tapmaq. Bir C olar. To burn yandırmaqdır. Elə fire görüb to burn'ü tutmaq olur. Yəni 1C, 3A. Cavab Y variantı. 16-da bizdən antonimi soruşur. Deməli, hide gizlətmək, show göstərmək. Cavab Y olur. Bizə antonim lazım idi. 17-də close meaning yaxın mənalını soruşur. Frighten qorxutmaq deməkdir. Scare-də qorxutmaq, terrify qorxutmaq. Yəni 17-də cavabımız 2 və 3 oldu. Getdik digərlərinə. Bu arada abituriyentlər üçün ödənişsiz dərs qrupumuz var. Məlumat üçün şərhə yaza bilərsiniz. Ödənişsiz dərs sizə məlumat göndərəcəm. Getdik 18-ci suala. 18-ci sualda düzgün ifadəni soruşacaq mətnə əsasən. Misal üçün 18-də A-ya baxsaq, Tom ad gününü qaçırdığı üçün, daha doğrusu Sam, Tomdan üzr istəyir deyir. Baxaq, salam Tom, deməli Toma yazır. Sam yazır. I am sorry, I couldn't come to your birthday. Yəni üzüldü say, gələ bilmədim deyir. Elə A doğru cavabdır ilk cümləyə əsasən. 19-cu suala baxaq. 19-cu sualda mətnin məqsədini soruşur. Mesajın məqsədini. C-yə baxırıq. Sarahı öz səyahəti haqqında xəbərdar edir. Deyir ki, mən indi qatar stansiyasındayam.
Mən gələndə sənə xəbər eləyəcəm. Yəni məlumat verdi. Cavab 18-də oldu C variantı. Sorry, 19-da C variantı. 20-ci suala baxaq. 20-ci sualda düzgün ifadəni soruşur. Y-yə baxırıq. Customers can shop again in the afternoon. Günortadan sonra yenidən sifariş edə bilərlər. Baxaq bir dəqiqə. Deməli, bağlı olacaqdır səhər. Bu təzədən açılacaq saat 2-də, PM-də, yəni günorta üstü açılır, həmin gün açılır. Deməli, günorta üstü yenidən sifariş verə bilirlər. Digərləri yanlış cavab olacaq. Getdik böyük mətnin suallarına. 21-də Y variantı olacaqdır. Vaxta görə bunun izahını vermirəm, birbaşa cavabları deyəcəm. 22-də C variantı olur. Yanlışı bizdən soruşurdu. Getdik 23-ə. 23-də deməli nə zaman məşhur oldu deyir. Cavabımız olacaq D variantı. 24-cü sualda doğru cavab olacaq B variantı. 25-ci sualda bizdən düzgünü soruşur. Burada da 1 və 4. Listeningin cavablarını şərhə birazdan qeyd eləyərəm. Siz bilirsinizsə yaza bilərsiniz hələ ki. 26-cı sualda essedir. 17 ballıq sualdır təqribi. Oğlan qız dağa gedirlər. Qarlı gündə bacı qardaşlar demək olar buna. Qar adamı düzəldirlər burada. Və daha sonra yanına digər adamlar gəlir. Hətta musiqi belə oxuyub oynayırlar musiqi ilə. Bu şəkildə bir essedir. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar.